çıxış üçün söz verilir Prezident Administrasiyasının QRT-lərlə iş və kommunikasiya şöbəsinin QRT-lərlə iş sektorunun müdiri Tural Əliyeva. Hörmətli forum iştirakçıları, QRT-lərə Dövlət Dəstək Agentliyinin donorluğu ilə Azərbaycan QRT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3,5 dəfə artıb. Əgər 2022-ci ildə QRT-lərə Dövlət Dəstək Agentliyinin donorluğu ilə Azərbaycan QRT-ləri cəmi bir ölkədə 7 tədbir keçirmişdirsə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. 2025-ci il fərqli rekordlarla yadda qalacaq. Əgər ötən il agentliyin donorluğu ilə bütün QRT-lər 7 xarici ölkədə tədbirlər keçirmişdirsə, bu il Gilavar Fotoklubu İctimai Birliyi təklikdə 4 xarici ölkədə Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirir. Bu ağır zəhmətin, aylarla davam edən yazışmaların, inadın, güclü komanda işinin, düzgün əlaqələndirmənin uğur hekayəsidir.